Bugün biraz sert danışacağım. Nəyə görə? Çünki sosial şəbəkələri mən ümumiyyətlə son vaxtlar daha izləmirəm. Hardasa 6 ay olar. Hətta bir çox canlı yayımlarda bal satanları ümumiyyətlə izləmirəm. Nəyə görə? Çünki əsəb keçirirdim mən onları izləyəndə. Amma bugün bir neçə videolar mənə atılıb. Bir neçə videolar mənə atılıb ki, bunların verdiyi məlumat. Qardaş, birincisi, buradan üzümü sizə tutub deyirəm. Hər kəs bal satmaqla çörək qazanacaq deyə belə bir şey yoxdur. Allah Taala o rozunu sənin üçün ayırıbsa, onu istənilən bir yoldan sana verəcək. İstənilən bir yoldan. İnsanları düzgün maarifləndirmək lazımdır. Gökə ağacı hələ heç çiçək 10 günlərlə açmayacaq. Çəkib deyirsiniz ki, gökə ya arı işləyir, gökə balı arı yığır. Nə bilim, biri mənə göndərib ki, deyir ki, bir adam deyir ki, mən nə bilim, mən halal adamam, nə bilim, nəyəm. Qardaş, bir adam ki, özünə halal adam deyirsə, o heç adam deyil, nə ki qaldı halal adam. Əgər bir adam özünə halal adam deyirsə, şəxsən mən özümə halal adam deyirəmsə, nə ki qaldı halal adam, heç mən ümumiyyətlə insanlıqdan uzaq bir insanam. Yəni, bir şey nəzərinizə çatdırım ki, çalışın ki, bal satırsınız, əcəb edirsiniz, yaxşı edirsiniz. İnsanlara doğru düzgün məlumat verin. Elə məlumatlar var ki, sizin videolarınızı mənə çəkib atıblar ki, vallahi mən bilmirəm, qardaş, bu insanları siz nə yerinə qoymusunuz? Bu qədər yəni biabırçılıq olmaz da. Mən şəxsən xəcalat çəkirəm özümə arıçı deməyə. Belə arıçılıq olmur da. Amma arıçı da var, sən arını açıb, ondan qəşəng izahat verir. Adam onun çəkdiyi videolara baxanda adam ləzzət alır ondan. Onun verdiyi məlumatlara baxanda insan ləzzət alır bu insanda. O sizə nə olub axı? Düzdür, sizin üçün ümumiyyətlə arıçılıq maraqlı olan bir sahə deyil. Sizə nə lazımdır? Sizə lazımdır ki, oradan nə bilim 5 kilo, 5 manat, 3 manat bugün bir şey bitər eləyək də. Amma belə şey yoxdur axı. Siz çəkib, mənə zəng gelib deyir ki, müştəri gökə balı deyirəm hələ süzülməyib. Gökə balının süzülməyinə qalıb da. O deyir, filan kəs deyirdi ki, filan yerdə mənə video atır ki, o da qardaş gökə balını deyir süzürük biz. Hardan süzürsün o? Xeyr ola, qrantdan süzürsünüz. Çalışın ki, heç olmasa sizdə məlumat yoxdursa, bir bilgili adamdan məlumat alın, ucur danışın. O qədər bizim dəyərli arıçılarımız var, onlarla bir oturun, söhbət eləyin. O olmayan beyninizə onlar bir-iki dənə söz əgər sala bilsələr, o haqda insanlara məlumat verin. Allaha and olsun, mən bugün o videolara baxandan sonra özüm arıçı olmağıma, özümə arıçı deməyimə xəcalat çəkdim mən. Bu biabırçılıqdır. Sağ olun, çalışın, hər biriniz özünüzü qoruyun və may balı vaxtı, gökə balın vaxtında alın. Sağ olun.